izləyicilər, hər birinizi xoş gördük. Bugün sizinlə felin morfoloji xüsusiyyətləri bölməsini izah eləyəcəyik. Ola bilsin iki video şəklində olsun. Amma çalışacağam ki, bir dəfəyə hamısını izah edeyim. Gec saatlarda başlamışam, biraz yorğun olmuş ola bilərəm. Siz də deyirsiniz, dəstək olmaq üçün kanalımıza abunə olursunuz. Abunə olun, bəyənin, paylaşın. Və yenə vurğulamaq istəyirəm. Mənim izahlarım daha çox dərsi öyrənmiş, təkrar üçün bura baxanlar və ya sürətli test işləyənlər üçündür. Daha çalışıram son vaxtlarda bütün variantları izah edeyim. Amma daha çox doğru cavab nəyə görə doğrudur, onun üstündə daha çox qalıram və şikayətləri nəzərə alıb bacardıqca digər variantları da izah edəcəm. Bərkitmək sözü ilə bağlı səhvdir. Deməli, bərk, bərki, bərkit, bərkitmək. Təsdiqdir, məstərdir. Xəbər şəklində olan məhz zaman şəkilçisi yoxdur. Düzəltmədir, məlum növbədir. Cavabımız A variantı. Növbəti sual. Biraz bunu istəyirsiniz böyüdək, daha yaxşı olsun. Ha, olsun, lap yaxşı, belə daha yaxşıdır. İkinci sualımız bizim. Kürün sahilində yeni kəndlər salınmışdı cümləsindəki salmaq, salınmaqmışdı. Təsdiqdir, düzəltmədir, idi köməkçi ilə işlənib, qayıdış növdə deyil, kimisi tərəfindən salınıb, keçmiş zamandadır. Çünki nə? Cümlədə mübtəda var. Közərən ocaqlar birləşməsində birinci tərəfin izahı ilə bağlı düzgün fikirlər. Közərəm, köz, közərmək, közərən. Deməli, leksikdə əndə fe'li sifət şəkilçidir. Təsriflənməyəndir, keçmiş zaman mənalı deyil, indikidir, xəbər deyil, qayıdış növdə deyil, təsdiqdədir və düzəltmə fe'lidir. Cavabımız 1, 5, 6. Oradakı ar leksik şəkilçidir. Qazanılmış manat, qazanmaq ılmış. Təsriflənməyəndir, quruluş düzəltməlidir. Sözün kökü ilə başlanğıc forması fərqli hissəsidir, yanlışdır. İkisi də feildir. Qarşılıq növdədir, xeyir. Qaz sözü ilə kök deyil, fe'li sifətdir. Cavabımız 3, 4, 5 C variantı. Qaraldı feilinə keçirik. Deməli, qara, qaral, qaraldı. Burada qayıdış növdə deyil, çünki qayıdış növ feillər feildən yaranmalıdır. Feildən yaranmalıdır. Deməli, bu sifətdən yaranıb qayıdış növdə olmayacaq. Sifətdən düzəlib xəbər şəklindədir, çünki zaman şəkilçisi var. Quruluşu belədir, quruluşuna görə düzəltmədir. Səhərdən yağan qar hər tərəfi ağ örpəyə bürümüşdü. Deməli, bürümək, müşdü, keçmiş zaman və hissəcik. Keçmiş zaman və hissəcik. Köməkçi sözlə işlənib, qayıdış növdə deyil, təsdiqdədir, sadə feildir, xəbər şəklindədir. Cavabımız qayıdış növdə. Çünki qayıdış növü şəkilçisi ıl-ındır. Təzə ev tikmək üçün bağa hörgü daşı tökdürmüşdü. Cümləsində təsriflənən feilin təhlilindəki səhvi müəyyən edin. Təsriflənən, deməli, tökmək, tökdürmək, müşdü. Təsdiqdir, məlum deyil, icbardır. Köməkçi sözlə işlənmişdir, düzdür. Keçmiş zamandadır, üçüncü şəxsin təkindədir, bəli. O tökdürmüşdü, məlum deyil, icbardır. Köçürmüşdü. Feili var. Köçmək, köçürmək, yox, köçürmüşdü. Köçür, leksik, müş, qrammatik, du hissəcik. Təsriflənən feildir, bəli. Xəbər şəklindədir, bəli. Ür, leksik şəkilçidir, bəli. Qarşılıq növdə deyil, iş yoxdur, keçmiş zamandadır, bəli. 9-cu sualımız bizim. Artırılsın, artmaq, artırmaq, artırılmaq. Tın da xəbərli şəkilçisi. Kökü feildir, artmaq. Bu səhvdir. Başlanğıc forması feildir, düzdür. Əmr şəklindədir. Il məchul növün şəkilçisindədir. Bəli. Şəkilçisində qrammatik sonra leksik gəlməyib. Nümunədəki təsriflənən feillər haqqında fikirlərdən biri səhvdir. Hacı xala çayda paltar yuyardı. Yumaq sözünə ar zaman Məmmədsağı damlarını suvardı. Heç bilməzsiniz, dağ, daş, divar. Sudan suvarmaq olmalı. Suvamaq, suvarmaqdır. Deməli, hər ikisi təsdiqdə biri isə damlarını heç bilməzdik. Bu inkardır. İnkar, zaman, d hissəci, ikida şəxs. Keçmiş zamandadır, xeyr. Üçünə də aid deyil. Bəli, birinci və üçüncü düzdür. İdi köməkçisinin işlənib, xəbər şəkli. Keçmiş zamanda deyil. Bu gələcək zamandadır. Diqqətli olmaq lazımdır. Nümunədə təsriflənən feillər. Məlik Niyaz vərəndilin salardı, salmaq ar. Atın çalıb qayacıqdan çalardı, ardı, yenə çalmaq. Qırğı təkin gədik başın
alardı. Məlum növdə almaq, alardı. Məlumdur, təsdiqdir. Üçüncü şəxsin təkində keçmiş zamanda deyillər, bunlar gələcək zamandadırlar. D orada hissəcikdir. Tək müharibə olmasın. Olsun, olmasın əmr şəklindədir. Təsdiqdədir, inkardadır, qayıdış deyil, şəxsin o olmasın. Üçüncü şəxsin təkindədir. Sın leksik şəkilci deyil, xəbərli şəkilçi leksik olmur. 13-cü sual. Cümlənin birində düz sözü feildir. Mən düz sözdən heç vaxt incimərəm. Düz getmək. Bu sifətdir, bu zərfdir. Gülü düz anasının ədatdır, zərfdir. Bu da sənin yəhərləri düzməkdir. Cavabımız E variantı. Dinlə, danla, saxla sözləri hamısı uşaqlar sadə sözdür. Sadə söz olduğuna görə leksik çekici qəbul etmiş sayılmırlar. Ona görə cavab dinlə, danla, saxla, sadə sözdür. Oturdu və gətirərəm. Deyəsən çox oldu bu. Mən belə gözüm öyrəşməyib. Oturdu və gətirərəm. Oturmaq sözün köküdür. Gətirmək ər-zamandır. Bu şəxsdir. Hər ikisi üçüncü şəxs. O oturdu, mən gətirərəm. Üçüncü şəxsdə işlənməyib. Biri xəbər, digəri də gətirmək. İkisi də xəbər şəklindədir. Biri məlum, digəri icbar. Xeyr. Oturdu keçmiş zamanda, gətirərəm indiki zamandadır. Hər ikisi xəbər şəklindədir. Oturdu, gətirərəm. Bir dəqiqə. Oturdu, oturmaqdır. Gətirərəm indiki zamanda. Gətirərəm gələcək zamandadır. Səhvdir. Hər ikisi xəbər şəklindədir. Yəni zaman hər ikisində var. 123 sual olmalıdır uşaqlar deyəsən. İnşallah səbrim çatacaq. Dözmüşəm, dözərəm. Dözmək, muş zaman, keçmiş zaman, əm şəxs. Dözmək, gələcək zaman, əm şəxs. Dözmüşəm, keçmiş, indiki deyil. Biri xəbər, xeyir. Hər ikisi qarış deyil. İkisi də xəbərdir, çünki zaman şəkilçisi var. Hər ikisi üçüncü şəxsdə işlənib. Xeyir, bunlar birinci şəxsdədirlər. Eşq ilə torpaq da göydə bəzəndi. Bəzəməkdən bəzənmək. Eşq ilə göy özü bəzənir, qayıdış növdədir. Quruluşla düzəltmə keçmiş Quruluşla düzəltmə və keçmiş zamandadır. Quruluş da sadə deyil. Düzəltmə adlardan feil düzələn, bəzəməkdən xeyil sadə deyil. Qayıdış növdədir. İdi köməkçi ilə işlənib. Xeyr, idi ilə işləməyib, zaman işlənib. A variantı. 18-ci sual. Körpənin yanağı qızarmışdı. Qızarmaq sözündə qızarmaq sözün kökü olmalıdır. Qızarmışdı. Təsdiqdədir, düzəltmə deyil, məlum növdədir, keçmiş zamandadır, idi ilə işlənib, düzəltmə deyil, sadədir. Mən onu çətinliklə inandırdım. İnanmaq, inandırmaqdır. İnandırmaq mən özüm inandırıram deyə bu icbar olmayacaq, məlumda olacaq. Xəbərdir, feildən düzəlib, inanmaq feilindən keçmiş zamandadır. Bəli, təsdiqdədir. İnkarlıq şəkilçisi yoxdur. Qarşılamışdım. Qarşılamışdımı? Keçmiş zamandadır. Birinci şəxsin təkindədir. Düzəltmədir. Xəbər şəklindədir. Qarşılıq növü deyil. Iş şəkilçisi yoxdur. Ötmək, ötüşmək, ötüşürdülər. Xəbərdir. Üçüncü şəxsin cəmində təsdiqdədir. Düzəltmədir. Keçmiş zamanda deyil. Ötüşür. İndiki zamandadır. Orada hissəcikdir. Qurulmuşdu cümləsində feilin qurulmuş, qurmaq, qurulmaq, muşdu. Quruluşca sadə deyil, düzəltmədir. Təsdiqdədir, məchuldur, çadır qurulub kiminsə tərəfindən. Muş keçmiş zamanı, du idi hissəcikdir. Cavabımız oldu A variantı. Uşaqlar bəyənməyi və yorum yazmağı, hətta paylaşmayı unutmayın. Söykənmişdi, söykəmək, söykənmək, mişdi. Sadə deyil, düzəltmədir. Miş keçmiş zamandır, d ünsürü var. Feildən düzəlib söykəməkdən təsdiqdədir. Güləşmək sözü sadədir. Keçmiş zamandadır, düzdür. Miş, bu da idi hissəcəkdir. İdi ilə işlənib, düzəltmə deyil, sadədir. Xəbərdə təsdiqdədir, üçüncü şəxsin təkindədir. Sıxılırdı, sıxmaq, sıxılmaq. Irdı. Sifətdən düzəlməyib. Il şəkilçisi ancaq feillərdən düzəldir. Təsdiqdədir, xəbərdir, qayıdış deyil. Bir dəqiqə, uşaq tək qalır. Yox, uşaq özü sıxılırsa qayıdışdır. Düzəltmə feildir, düzdür. Cavabımız A variantı. Sıxmaqdan sıxılmaq feildir o. Il şəkilçisi feildən feil düzəldir. Aparmaq ılmışdır. Keçmiş zamandadır, bəli. Təsdiqdədir, qayıdış növdədir. Kimisə tərəfindən aparırlar. Yanlışdır, düzəltmədir, xəbər şəklindədir. Cavabımız E variantı. Dil, dilləndirdi. Təsdiqdədir, xəbər şəklində keçmiş zamandadır, düzdür. Məlum növdədir, dilləndirmək, mən dilləndirirəm, bəli. Düzəltmə feildir, dilləndir, düzdür. İcbar növ ola bilməz, çünki mən dilləndirirəm. Mən onu dilləndirdim, yəni o danışır, mən onu dilləndirmişəm. Ona görə icbar növdə deyil, məlum növdədir. Göndərilmişdir, göndərilmədi, mənkardır, məchul növdədir. Məsələn, məktub göndərilmədi.
Bəli, məchul növdə. Üçüncü şəxsin təkindədir. Quruluşuna görə sadə deyil. Təsdiqdə deyil. Keçmiş zamandadır. İdi köməkçi sözü ilə işlənmişdi. Xeyr. E, Keçmiş zamanda o. Deməli, cavabımız oldu nə? 3, 4, 6 cavabımız belə bir variant varmı? Yoxsa yoxdur. 3, 4, 6 E variantı. 29-cu sual. Yandırılacaq, yanmaqdan yandırmaq, yandırılmaq acaq. Sözün kökü feildir, yanmaqdır. İcbar, yandırılma. Xeyr, yandırmaq məlum növ şəkilçisidir orada, leksik şəkilçidir. Yəni feildən feil düzəldəndə növ şəkilçisi deyil, düzəltmə sözdür. Il məchul növün şəkilçisidir. Acaq gələcək zamanda icbar deyil. Ağlamaqdan ağlaşmaq, ağlaşdıq. Keçmiş zamanıdır, düzdür. Təsdiqdədir, düzdür. Ağlaşdıq sözün yazayı bura çaşa bilərəm. Ağlaşdıq. Ağlamaq, ağlaşmaqdır. Düzəltmə feildir, düzdür. Xəbər şəklində düzdür. Məlum növü deyil, birgəlik növüdür. Qatarlaşmaqmışdılar. Məchul növdədir. Quşlar qatarlaşıblar, özləri qatarlaşıblar. Yəni biçintilər qatarlaşıblar. Məchul növ deyil bu. Bu səhvdir. Məlum növdür. Təsdiqdədir, xəbər şəklindədir, düzəltmə feildir, qatar ismindən yaranıb, üçüncü şəxsin cəmindədir. A variantı. Uşaqlar, bura kimi məsələn, harda nəyi az izah elədim, nəyi tez keçdim qeyd edeyim. Bəzən şikayətlər gəlir ki, belə elə. Uşaqlar, dərsi öyrənmişsə, düşünürəm hər hansı bir çətinliyiz olmayacaq. Lövhə kiminsə tərəfindən silinməkmişdir. Kiminsə tərəfindən isə məchul növdür. Xəbər var burada, məchul növdədir. Deyil, şəxs şəkilçisi deyil. Düzəltməli leksik var, təsdiq feildir, bəli. Bağlamışdım. Bağ sözünə bağlamışdı və m. Mış zaman d hissəcikdir. Xəbər şəklində imişlə işlənməyib. İdi ilə işlənib. Bu səhvdir. Təsdiqdir, məlumdur. Quruluş sözü keçmiş zamandadır. Tərifləməzdim. Tərif, tərifləmək. Mə, inkar, m, inkar, əz. Zaman, d hissəcik, mi, şəxs. Keçmiş zamandadır, xeyr. Gələcəkdir. Xəbər şəklindədir, bəli. İnkardadır, bəli. İsimdən düzəlib, bəli. Tərifdən məlum növdədir. Yaxşılaşıbdır. Yaxşı, yaxşılaşmaq, ıbdır. Keçmiş zamandadır, üçüncü şəxsin təkindədir. Təsriflənməyən formadır. Təsriflənən formadır bu. Keçmiş zamandadır, bəli. Xəbər şəklində təsdiqdədir, düzdür. Qarşılıq birgəlik növdə deyil. Feili bağlama deyil. Sifətdən düzəlmiş feildir, bəli. Deməli, 2, 3, 6 cavabımız D variantı. Çatdırmışdım. Çatmaq, çatdırmaqmışdı və m. Yəni, mən çatdırmışdım, təsdiqdədir, icbar növdə deyil. Tərkibində 2 leksik şəkilçi var, xeyr. Birinci şəxsin təkindədir, bəli, mən çatdırmışdım. Xəbər şəklində id ilə işlənib, bəli. Düzəltmə feildir, bəli. Deməli, cavabımız oldu 2 və 3 D variantı. Növbətim. Yazmalıyammış. Yaz, yazmalı, vacib şəklin şəkilçisi, şəxs şəkilçisi, imiş hissəciyi. Yaz sözün kökü feildir. Bəli. Malı vacib şəklin şəkilçisidir. Birinci şəxsin təkindədir. Bəli. Mış keçmiş zaman deyil, çünki şəkildən sonra artırılıb. O hissəcikdir, məlum növdədir. Yaş, yaşa, yaşat, malı yığ. Deməli, məlum növdədir. Biz yaşatmalıyıq. Təsdiqdədir. Kökü yaş sifəti deyil. Yaş ismidir. Düzəltmə feildir, vacib şey. Burada yaş ismidir. Yəni 5 yaş, 6 yaş o mənadadır. Belələrində çox təsadüf edilir cümləsində səhvi istəyir. İndiki zamandadır, düzdür. Məlum növdədir, xeyr. Şəxsis növdədir. Üçüncü şəxsin təkindədir, bəli. Mürəkkəb feildir, bəli. Təsadüf xəbər şəklindədir, bəli. Məlum növdə deyil, çünki nəyə təsadüf edilir? Cümlədə mübtəda və şəxs yoxdur. Məktub oxunubdur, kiminsə tərəfindən. Oxumaqdan oxunmaq, ubdur. Təsdiq feildir, köküdür. Ub keçmiş zamanda, dur şəxs şəkilçisidir, n qayıdış növün şəkilçisidir, məchul növün şəkilçisidir. Məktub kiminsə tərəfindən oxunub, oxuyurdu. Oxumaq ur zaman d hissəcik. Deməli, keçmiş zamanda deyil, indiki zamandadır. Mütləq belə sual gəlirsə, buna diqqət edin. Məlumdur, üçüncü şəxs xəbərli təsdiqdir. Deyəcək, ay müəllim, bunun izahı təsdiqdir də, yəni inkar şəkilçisi yoxdur. Bilirsənsə, bilmək, ir zaman, sən şəxs, sə hissəcik. Sən şəxs, ir zaman, sə şərt deyil, zamandan sonra gəlibsə hissə sadədir, təsdiqdədir. Eşitməkdən di zaman, eşitməkdən dir, eşitdir, mən eşitdirdim, mən di zaman, mıda şəxsdir. Deməli, bunların növləri fərqli olacaq, mütləq. Xəbər şəklindədir. Mən eşitdim, eşitdirdim, bəli.
Keçmiş zamandadır. Eşitdirdim, bəli. Hər ikisi qurucu düzəltmədir. Eşitməkdən xeyir. Deyil. Hər iki cümlənin fe'li xəbəri. Düzdür, hər ikisi təsvirləndir. Uşaqlar, burada hər ikisi eşitməkdən eşitdi. Zaman nur şəxsdir. Ona görə leksik sayılmır bu. Yaşatdım. Yaş, yaşa, yaşat, yaşatdı və m. Yaş, yaşa, yaşat, yaşatdır, d və m. Hər ikisi düzəltmədir. Bəli, hər ikisi isimdən yaranıb. Xeyir, feildən yaranıb. Yaşamaqdan yox. Hər ikisi keçmiş zamandadır. Hər ikisi cümlənin feili təsrifləndirir. Uşaqlar, kökləri isim ola bilər. Əgər bir söz nədən yaranıbsa, biz son leksik şəkilçi, məsələn, bunun yaşat feili yaşamaq feilindən yaranıb. Yaşatdırdım feili yaşatmaq feilindən. Ona görə isimdən yaranmış götürməyəcək. 45-ci sual. 45-ci sual. Düzəltmişdim. Düz, düzəl, al, əl sifətlərdən feili yaradır. Düzəltmişdi və mi. Feildən düzəlmiş feildir. Bəli. Son leksik şəkildən əvvəlkisi düzəlməkdir. Bəli. Düzəltmə feildir, təsdiqdədir. Düzdür. Xəbər şəklində keçmiş zamandadır. Düzdür. Məlum növbədədir. Düz. Sözdə bir leksik. Xeyr. Düz, düzəl, düzəlt. İki leksik şəkildə işlənib. Yuyundu və yuyuldu. Yumaq, yuyunmaq qayıdışdı. Yumaq, yuyulmaq məhsuldur. Du zamandır. Quruluş söz düzəltmədir. Hər ikisi məhsul növdə deyil. Biri qayıdışdı, təsdiqlədir ki, mən izah edəni dedim elə onu. Bağ, bağla, bağlamışdı. Biri d-mı? Bağ, bağla, bağlanmışdı. İdi köməkçi ilə işlənib. D və d düzdür. Quruluş söz düzəltmədir, düzdür. Xəbər şəklindədir, düzdür. Hər ikisi məlum növdədir. Mən bağlamışdım, mən bağlamışdım. Düzdür. Mış keçmiş zaman şəkli. Bir dəqiqə, bir dəqiqə. Mən bağlamışdım. Mən bağlanmışdım. O bağlanmışdı. Quruluş söz düzəltmədir. İdi köməkçi. Bağlanmışdım, bağlanmışdı. Düzdür. Xəbər şəklindədir. Düzdür. Məlum növdədir. Mış keçmiş zaman şəkilçisidir. Nəyi səhv edirəm burada? İdi köməkçi sözü. Bağ, bağla, bağlanmaq. Bağlanmışdı. O da ola bilər. Məchul da ola bilər. Hamısı məlumdur ola bilər. Qapı bağlanmışdı. Qapı öz-özünə bağlana bilməz. Mən bağlanmışdım, qayıdışdı. Hə, məlum növdə olmur bu. Bu da düzdür. Təmiz, təmizlə, təmizlə. M, əz, d, m. Təmiz, təmizlə, təmizlən. M, əz, d. Kökü sifət olan feillərdir. Bəli, hər ikisi məlum növdə. Təmizlənməzdir, xeyr. Hər ikisi inkardadır. Xəbər idi köməkçi ilə işləniblər, düzdür. Ona görə məlumdur. Otaq təmizlənməzdi. Olsa artıq o məchul olacaq. Zərdabinin zəngin ictimai siyasi fəaliyyəti feilin lazımınca öyrənmək, öyrənilmək, öyrənilməməkmişdir. Təsriflənən feildir, inkardadır. Düzəltmə feildir, qayıdış növdədir. Kiminsə tərəfindən qayıdış deyil bu, məchuldur. Bir leksik, üç qrammatik şəkilçi, bəli. Keçmiş zamandadır ki, üçüncü şəxsin təkindədir. Burada qayıdış növdə deyil. Anasının sözləri onu ayıltmaq. Ayılmaqdan ayıltmaq və d zamandır. Düzəltmədir, təsdiqdədir. Məlum növdədir. İndiki zamanda deyil, keçmiş zamanda üçüncü şəxsin təkindədir. Sözlər gözəl saçları kəstirməzlər. Kəsmək, kəstirmək, m, əzlər. Kəstirmək artıq icbar olacaq. Deməli, xəbər şəklindədir. İnkardadır, üçüncü şəxsin cəmindədir. Bəli, gələcək zamandadır. Tərkibində 2 qrammatik şəkilçisi var, 3 dənədir. Bu düzdür. İcbar dilində E variantı. O son zamanlar xeyli düzəlmişdi. Düz, əl, leksik demişdi. Sifətdən yaranıb bu. Keçmişdi, xəbərdir. Məlumdur, feildən düzəlməyib. Al, əl sifətdən yaradır. İdi ilə düzəlir. Cavabımız D variantı. Sonra bildirilməmişdi. Bilmək, bildirmək, bildirilmək məmişdi. Dır leksiksi dirmək, bildirilməmişdi. Düzdür. Düzəltmə feildir, məchul növdədir. Baxarıq buna. Mə inkar d zaman şəkilçisidir. D hissəcikdir burada. Bu düzdür. Yəni dəqiq variant var. Buna heç baxmağa. Deməli, sözlər bildirilməmişdi. Tapşırıqlar bildirilməmişdi. Nə məchuldur. Feildən düzəlmişdir. Bilməkdən bildirmək, bəli. Təsvirlənən feildir, düzdür. Cavabımız oldu C variantı. Vurmaq, deməli, vurmaq, vurutmaq, maqla. Məhdərdir, düzdür. Təsdiqdədir, düzdür. Tərkibi yarada bilməmişdir. Baxacağıq buna.
Tək başına vuruşmaqla həyat dəyişdirmir. Qarşılıq növdədir. Vuruşmaq, qarşı-qarşıya olur. İlə ilə işlənib, düzdür. Tərkib tək başına vuruşmaqla həyat nə etmək olmaz? Nə etmək olmaz? Həyat dəyişdirmir. Necə? Tək başına vuruşmaqla. Bəli. Çünki tərkib mənə gətirib burada. Belə oxumaqla o heç nəyə nail olmayacaq. Yenə tərkib olacaq mən səhv etdim. Təsdiqdir, məlumdur, ilə ilə işlən məzdərdir. Çünki necə oxumaq deyə bilmərik. Çünki burada nə ilə belə oxumaqla birbaşa suala cavab verəcək. 56-cı sual. O meyvə yeməlidir cümləsində iş o meyvə yeməlidir. O burada şəxs olduğuna görə malı məli burada vacibdir. Məhsul növdədir, təsdiqdə olan feildir. Burada növ yoxdur, feili sifət deyil, ismi xəbəridir. Xeyr, əşyanın keyfi vacib şəkli. Çünki o meyvə yeməlidir. Mübtəda rolunda işləndiyinə görə burada vacib şəkil olacaq. Amma o meyvə yeməlidir olsaydı, vergülsüz olsaydı, bu feili sifət olacaqdı. El kəsib qarşımı burada da sordu. Deməli, feillərlə baxın. Kəsib sordu. Gözdən yaş çıxarmı ürək yanmasa? Hamısı təsriflənən feillərdir. Xeyr, biri kəsib sormaq təsriflənməyən. Cavabı tapdıq. Təsdiq də var, inkar da var. Köməkçi söz hanı? Yoxdur. Bir dəqiqə. Köməkçi sözü işlənməmişdir. Düzdür? Xəbər və şərt var. Yanmasa xəbərdir, şərtdir. Hamısı məludur. Düzdür. Cavabımız A variantı. Atılırdı, düzülürdü, sıxılmaz. Atmaqdan atılmaq ır zaman D hissəcik. Düzməkdən düzülmək ər zaman D hissəcik. Sıxmaqdan sıxılmaq M zaman az hissəcik və ikisi də bu indikidir, bunlar gələcəkdir. Feilin müxtəlif şəkillərindədirlər. Xeyr, hamısı xəbər şəklindədir. Müxtəlif şəxslərdədirlər. O atılırdı, o düzülərdi, o sıxılmaz. Səhvdir. Hər üçü eyni zamandadır. Xeyr. Rusca sadə feillərdir. Xeyr. Həm məchul, həm qayıdış növdə işlədə bilər. Bəli. Ola bilər. Ürək sıxılmaz. Nə bilim, nə düzlərdi? Quşlar düzlərdi. Yəni bir sırayla düzlərdi. Quş özü düzülmüş olacaqdı. Ona görə həm qayıdış, həm məchulda istifadə oluna bilər. İstifadə oluna bilən feillərə aiddirlər. Sonra nə gəlir burada? Hə, işarələnmiş feillərlə bağlı səhv istəyir. Özü düzür. Bir yandan boşalır, bir yandan dolur. Sirrini burada görmürəm, burada xətt varmı? Yoxdur, bir dənə budur. Sirrini verməyir, sirdaşa deyir. Dolur indiki zamandır, xəbər şəklindədir. Verməyir indiki zamandır. Bu inkardır, bu təsdiqdir. Müxtəlif zamanlarda, burada indiki. Xeyr, məlum növdədir, bəli. Qulluq düzəltmədir, xeyr. İnkardadır, xeyr. İxtisar olub verməyir, xeyr. Cavabımız B variantı, uyğun variant odur. Növbəti sualımız bizim. Artıq yoruluram uşaqlar. 60. Hansı fikir verilmiş cümləni tamamlaya bilər? Tərkibində ı şəkilçisi olan feil. Feildən düzəlir. Düzdür. Məlum növdə deyil. Məsdər yanlış da ola bilir. Sıxılmaq. Sadə feil deyil. Həmişə inkarda olur. Xeyr. Feildən düzəlir. Hansı fikir? Iş şəkilçisi olan feil. Iş şəkilçisi. Məsələn, baxışmaq. Məlum deyil. Feildən baxmaqdan feildən düzəlməyib. Ancaq təsriflənən feil olur. Sadə feil deyil. Ancaq məsələn baxışır. Baxışanda xeyr. Məlum növdə var axı burada. Həmişə təsdiqdə yanlışdır. Baxma. Hə, feildən düzəlir. Bu səhvdir. Mən baxışana feildən düzələndir. Bəli, baxış baxmaqdan baxışmaq. Görmək, görünmək, göründü. Göründü, günəş göründü, bu qayıdışdır. İşlər görüldü, bu məhsuldur. Xəbər şəklindədir, düzdür. Hər ikisi təsdiqdədir, quruluşca düzdür. Hər ikisi məchul növdədir, xeyir, qayıdışdır. Hər ikisi cümlənin fe'l xəbər düzdür, keçmiş zamandadır. Döyünür, qayıdışdır, döyülür, məhsuldur. Ona görə hər ikisi qayıdışda deyil. Təkrar sual kimidir. 64. Nümunədəki feillərlə bağlı doğru fikri müəyyən edin. Durnalar keçirdi şəhərin üstdən. İndiki zaman D hissəcik. Şəhər gecəsində durna harayır. Küçələr, binalar oyandı. Oyanmaqdı keçmiş zaman. Səslə şəhərdən ilk dəfə durna gedirdi indiki zaman. Deməli, hər hamısında yoxdur. Bütün feillər keçmiş zamandadır. Xeyr. Bütün feillər məlum növdədir. Quruluşda sadə düzəltmə deyil. Feillərdən biri təsvirlənməyəndir. Okey, yoxdur belə şey. Şəhərdən oyandı səsdən ilk dəfə gedirdi. Yoxdur məncə C variantıdır. Görsəz yazarsınız uşaqlar. Saat neçədir? Saat artıq 1-ə işləyir. Siz bura kimi gəlmisiniz. Mənə dəstək olursunuz. Və bilirəm ki, abunə də olursunuz.
Bura kimi gəlib çatanlar, bilmirəm videonun neçənci dəqiqəsidir, burada görünmür. Buradan sizə salam göndərirəm. Salam. Öz istirahət vaxtım eləyim. Demək olar ki, yarısına çatmışam. Tabloda gözəl mənzərəsi gözəl təbiət mənzərəsi canlandırılmışdı. Candan, canlanmaq, canlandırmaq, canlandırılmaq, mış zaman d hissəci. Feildən yaranıb, bəli, canlandır feilindən yaranıb. Qayıdış növdədir, təsdiqdədir. Kimisə tərəf təbiət mənzərəsi kimisə tərəfindən canlandırılıb. Düzdür. Üçüncü şəxs dedi keçmiş zamandadır. Keçmiş zamandadır. Bu da düzdür. Maşallah, maşallah. 1 2 3 çıxanda variant qalmır. Mən nə danışıram? Yuxulamışam deyəsən. Feildən yaranıb. Feil canlandırılmışdı. Bəli. Qayıdış növdədir. Təbiət mənzərəsi nə? Düzdür. Yanlış istəyirəm bu. Üçüncü şəxsin təkidi keçmiş zamandadır. Bu da düzdür. Xəbər şəklində idi köməkçisini işlənib. Bu da düzdür. Təkmil 4 leksik. Can, canlan, canlandır, canlandırıl. Bu səhvdir. Həm idi, həm imiş kömək. Xeyr. 5 6 2-yə baxın. Qayıdış növbəti təsdiqdədir. Qayıdış deyil, kiminsə tərəfindən məhsuldur. 2 5 6 B variantı. Sonra yuxlayıram deyəsən mən. Qaçırmışdıq. Qaçmaq, qaçırmaq, mış, d və q. Deməli, leksik, zaman, hissəci, şəxs. 2 leksik, zaman, feildə. Zaman hansı? 3, idi 4, şəxs feili. 2, 3, 4, 1. Yazmaq, yazdırmaq, yazdırma, inkarmış, an. Deməli, hayda başım ağrıdı. Leksik, birinci gəlir leksik şəkilçisi imiş, feilin inkarı. Bunu götürək. Yazdırmaq, bəli. 3, sonra gəlir inkarlıq, inkar, 2, 4, 4, 2. 4, 2, sonra zaman, 3, sonra şəxs. 1, 4, 2, 3, 1. E variantı. 68. Oxuyacaqdısa, öyrənmişdinsə, oxumaqdan acaq zaman d hissəci, sa hissəci. Öyrənməkdən mış zaman d hissəci, bilməkdən zaman hissəci, şəxs, sasə. Hamısı qayıdış növdədir. Xeyr. Keçmiş zamanda deyillər. Sadə xəbər şəklində olan feildirlər. Bəli. Təsdiqdədirlər. Üçüncü şəxsin cəmindədirlər. Səndir burada. İkinci şəxs var. Şərt şəkli yoxdur burada. Cavabımız C. Feillərlə bağlı fikirlərdən biri doğrudur. Şöyle, videonu 2 hissəyə çəkəcəm, birləşdirəcəm, sonra siz görəcəksiniz. Yoxsa belə yorğunluqdur. Cümlələrdəki feillərlə bağlı fikirlərdən biri doğrudur. Ana körpəsini qucağına yatırdı. Yatmaqdan yatırmaq d zaman. Uşaq 5-də yatırdı. Yatmaqdan ır zaman d hissəci. Xəbər şəklindədir. Hər ikisi quruluşa sadə deyil. Xəbər şəklindədir. Çünki zaman var burada. Birində ır var, birində d var. Ona görə o biriləri seçməyəcəyik. 70-ci sualda cümlədəki feillərlə bağlı fikirlərdən biri. Yenə eyni şey olacaq burada. Hər ikisi xəbər, hər halda xəbər olurlar. Deməli, köçürmək, o köçürdü, leksikdir, düz zamandır, köçürdü. Bu zamanda bu hissəcikdir də. Hər iki halda, hər ikinin başlanğıc forması deyil. Biri məlum, digəri qayıdış deyil. İd hissəci işlənib deyil. Keçmiş zamandadır, deyil. Biri sadə, biri düzəltmədir. 71-ci sualla davam edirik. Dünən yarısında yarıda bunu 2 günə çəkirəm. Dünən yarısını, bu gün də yarısını çəkirəm. Çalışacağam ki, elə bu gün də sizin üçün paylaşım. Deməli, sual işarəsinin yerinə uyğun gələn sözü müəyyən edin. Zərfdən düzəlmiş feil olsun. İsə köməkçi sözündən əvvəl şəxs şəkilçisi gəlsin, indiki zamanda olsun və idi köməkçilik. Həm isə olsun, həm idi olsun, həm indiki olsun, həm də zərfdən düzəlsin. Baxaq. Deməli, gecdən gecikmək. İrdinizsə, bu uyğun gəlir. Deməli, gec sözündən yaranıb, gecikir indiki zamandadır, amma şəxs olaraq fərqli deyir deyəsən.
şəxs olaraq birinci şəxsin cəmində istəyir. Bu artıq ikinci şəxsdir. E, irəliləyirmiş, geriləmək, gerilədi, indiki olmalıdır. Çox, zərf, çox, çoxal, xeyr, geri, çox sayıdır. Gerilə, geriləyirdisə, deməli B variantı. Nöqtələrin yerinə uyğun gələn söz. Feildən düzəlsin, qayıdış növdə olsun, indiki zamanda olsun. Pozulardısa, pozulmaqdan deyilirdi. Nədə olsun, indiki zamanda. Bu gələcək zamandır, azaldılırmış. Yazılma maşallah hamısı. İdi ilə işlənsin. Şəxs şəkildə işlənə bilir. İdi işlənmişdir. Yazılırsa bu ishəklə işlənib. Azaldılırmış bu imışla işlənib. Deməli 2 dənə qaldı. Şəxs şəkilçisi deyilirdi, deyinirdi. Deməli, feildən deməkdən deyinmək, deməkdən deyilmək. Bu məhsul növdədir. Deyinirdi. İşlənə bilir. Məsələn, mən deyinirdim ola bilər. Deməli 73-cü sual. Nöqtələrin yerinə uyğun gələn feildən düzəlsin. Demək, deyinmək feildən düzəlib, amma deyinmək məhsul deyil, qayıdışdır. Satılardısa, indiki zamançısı bu gələcək zamanda olmaz. Üçüncü şəxsin təkində deyil, bu ikinci şəxsin təkindədir. Azalmaq qayıdış növdədir. Yerdə qalır yazmaq, yazılmaq, sonra yazılırdı. Cavabımız oldu D variantı. Bu məktubu da oxudun cümləsində feillə bağlı. Aha, həm sadə, bu ola bilər, sən oxudun, oxu sözünə, bu zamanlı şəxs, bir də oxut sözünə un ola bilər. Deməli, həm sadə, həm düzəltmə ola bilər. Yalnız ikinci şəxsin təkində ola bilər. Xeyr, səndə o məktubu oxudun, kiməsə oxudun. Siz oxudun, bir də sən oxudun ola bilər. Yanlışdır. Feilin iki şəkli kimi düşünə bilər. Xeyr, hər iki halda bir dəqiqə sən oxudun xəbərdir. Bunu ona oxudun əmr şəklidir. Bu düzdür. Şəxs şəkilsiz söz səbəbi yanlışdır. Əmr şəkli olanda şəxs şəkli olacaq. Feilin bir qrammatik məna növdə. Xeyr, oxutmaq olanda icbar olacaq. Cavabımız C variantı. 75-ci sual. Fərqləndirilmiş ifadələrə aid yanlış fikirləri. Un təlimata uyğun ələmikdir. Əldən, ələmək, ələnmək irdi. Davranmaqdan davranırdı. Sözün tərkibində leksik və qrammatik şəkilçilərin sayı bərabərdir. Bu düzdür, yəni bu düzdür. Subyekti məlum deyil. Un ələnirdi. Bu da düzdür. Feilin qrammatik məna növünə aid şəkilçilə işlənib. Qrammatik məna növünə aid davranmaqdan xeyr işlənməyib. Quruluş da sadədir. Bəli. Hərəkətin subyekti həm də obyektidir. Davranmaq sözü şeydir, məlum növdədir. Ona görə cavabımız 3, 5, 75-ci sualda. Növbəti 76-cı sual. Eyler-Venn diaqramına əsasən sual işarəsinin yerinə yazmaq olmaz. Görməyəsiniz. Görmə, inkar, arzu, sınız şəxs, yaz, mı inkar, az zaman, sınız şəxs. Yazmaq olmaz deyir. Sadə feillərdir. Xəbər görməyəsiniz. Görməyəsiniz arzu şəklindədir. 3 qrammatik var, inkardır və şəxs sonluğu qəbul edib. Cavabımız oldu B variantı. Növbəti 77-ci sual. Eyler-Venn diaqramında hansı rəqəmlərə uyğun fikirlərin yeri dəyişdirilsə, altından xətt çəkilmiş sözlərlə bağlı yol verilmiş səhvlər düzələr. Aha, deməli, sən nəyə yaradın? Yaramaqdan, dını. Yeni əsərlər yaramaqdan yox, yaratdır bu. Yaratmaqdır. Yaratmaqdır bu. Yaradın qrammatikdir. Yaramaq olmur, yarmaq da olmur. Yarmaqdan yaratmaq ola bilər. Buna baxaraq yarat olmalıdır. Bir dənə variantlarına baxım. Əmr şəkillər. Sən nəyə yaradın? Xeyr, bu əmr deyil. Yəni əmr şəklində olan budur. Zamana görə dəyişib, düzdür. Şəxs şəkilçisindən istifadə edib, bəli, ikisində də var. Xəbər şəklindədir, xəbər şəklində budur. İkinci şəxsin cəmindədir. Siz yaradın, bəli, 1-4. Növbəti, yaramaqdan, yarmaqdan yaratmaq, yarıb yaradıram da. Amma hər şey yarıb yaratmaq olmur. Bu yarmaqdan ət şəkilçisidir orada. Çünki biz onu götürsək, leksik götürsək, yaratmaq əmr şəklində olur yerdə. Yaratmaq olmalıdır. Yarmaqdan yaratmaq. Bunu şərhdə bildirərəm uşaqlar. Burada sual yazın, şərhdə mənə yazın. Verilən cümlələrdəki fərqləndirilmiş sözlərin hər ikisi üçün ortaq cəhəti müəyyən edin. Mən də bu kitabı dünən oxudum. Oxumaqdan
oxutduğu zaman M şəxs. İcazə verin yeni ekin uşaqlara oxudum. Oxu sözünü oxut, ə, oxut. Sadə feillərdir. Xeyr, sadə feil deyillər. Feildən düzəltmə feildir. Hər ikisinə aid deyil. Birində leksik var. Əmr şəkli deyil, birində xəbər şəklidir. Hərəkət keçmişdə baş verib deyil. Aid olduğu xüsusi şəklin şəkilçisi yoxdur. Yəni xəbərində xüsusi şəkilçisi yoxdur. Əmr şəklinin də xüsusi şəkilçisi yoxdur. Deməli 78-də cavabımız olacaq E variantı. 79-a baxırıq. Açılırdı, tutulurdu, tutulardı, sıxılmaz. Deməli, hər üçü eyni zamandadır. Bu zaman indikidir, bu gələcəkdir, olmaz. Hər iki təsdiqlədir, xeyr, bu inkardadır. Hər ikisi məchul və qayıdış növüdür. Buna baxarıq, quruluşuna görə sadə feillərdir. Açmaq, xeyr. Sıxmaq, tutulmaq, xeyr. Bunlar düzəltmədirlər. Söz kökləri amonimdir. Aç amonim deyil. Həm məchul. Hava açılırdı, qapı açılırdı. Günəş tutulardı, nə bilim, oğru tutulardı. Sıxılmaz, ürəyim sıxılmaz, qapı sıxılmaz C variantı. Anlayırdı, dilərmiş qarşılaşarsa, deməli, eyni zamana aid şəkildə işlənmişdir. Anlayır, indiki zaman, didilər, bu gələcək zaman. Quruluş da sadə feillərdir. Sadə feil deyillər. Didməkdən didilməkdir burada. Sadə feil deyillər. Hər üçü köməkçi sözlərlə, hissəciklərlə işlənib. Hər iki anlayırdı, didilərmiş, qarşılaşarsa düzdür. Eyni qrammatik mənasına aid deyillər. Təsriflənməyən feillərdir, xeyli təsriflənəndirlər. Feillə bağlı düzgün fikirləri müəyyən edin. Dilimizdə mürəkkəb feillərin əksəriyyəti bitişik yazılır. Mürəkkəb feillərin əksəriyyəti bitişik yazılır. Ayrı yazılır məncə. Məsələn, olmaq, etmək, bilmək sözləri ilə düzəlir. Zaman şəkilçisi qəbul etmiş feillər xəbər şəklində olur. Bütün təsriflənən feillərin inkarı xeyr, lazım deyillə düzəlir. İnkar şəkilçisi ma feilin kökünə və yaxud başlanğıc formasına artırılır. Feilin qrammatik mənası sözü leksik şəkilçilərdir. 2, 4, 5 A variantı. 82-ci sual. Feillə bağlı düzgün fikirləri müəyyən edin. Baxaq. Feilin təsriflənməyən forma hamısı ismin yerində işlənə bilir. Xeyr, feili bağlama işlənmir. Məchul növdə olan obyekt cümlənin mübtədasına çevrilir. 2. Lüğətlərdə feillər məsdər şəklində verilir. Bütün feili sifət şəkilçiləri, bütün feili sifət şəkilçiləri amonim demir və əməliyyatda şəkillər leksikdir. Qrammatik mənada düzdür. Bütün hamısı ola bilməz. Çünki orada an şəkilçisi var. 2, 3, 5 cavabımız D variantı. Feillə bağlı səhv fikirləri müəyyən edin. Əmr şəklinin xüsusi şəkilçisi vardır, xeyr yoxdur. Feildən feil düzəldən şəkillər daha çox 4 variantlı olur. Bu düzdür. Lüğətlərdə feillər məsdər şəklində verir. Bu da düzdür. Feili bağlama qoşma ilə işləndikdə cümlənin tamamlığı ola bilir. Feili bağlama cümlədə zərflik olur. Mənimlə feillər qurulsa sadə düzəltmə mürəkkəb ola bilər. Sadə ola bilər, düzəltmə ola bilər, mürəkkəb də ola bilər. Bu düzdür də. Deməli cavabımız oldu 1, 4, C variantı. Növbəti məktublaşırdılar və salamlaşırdılar. Məktublaşırdılar, salamlaşırdılar. Bunların heç eyni növdə deyillər. Bu məlumdur, bu birgəlikdir. Deməli, sual eyni qrammatik mənada deyillər. Buradan bilirik onu. Çünki bu tip suallarda cavab belə olur. Ruhlanırdı. Ruh yenə ruhlan məlum növdür. Ruhlandırdı. Ruhlandırmaq yenə məlum növdür. Amma qarşıla, qarşılanmaq kimisə tərəfindən məchul, və D. Baxaq, birincisi məlum, ikincisi məchul növdədir. Birincisi məlum ki, düzdür. İkisi də feildən düzəldir. Ruhlanmaqdan ruhlandırmaq, qarşılamaqdan qarşılanmaq. Bu da düzdür. İkisi də keçmiş zamandadır. İkisi də keçmiş zamandadırmı? Xeyr. Çünki indiki zamandadır. Özündən sonra D hissəciyi gəlib. İkisində də iki leksik şəkilçi var. Yox, idi köməkçisi işlənib düzdür. Yox. Ruhlandır. Uşaqlar, burada dır deyil, deyil, bu dırdır. Üstün çəkmişim bilinmir. Yəni ikisi də keçmiş zamanda deyil. Burada zamandır, indiki zaman. Bu amma keçmiş zamandır. Bu yanlışdır. İdi köməkçi sözlə işlənməyib. Biri zamandır. İkisində leksik şəkilçi var. 1, 2, 5 cavabımız D variantı. Növbəti vurğusu ikinci hecaya düşən qaraldın. Qaral, qaraltmaq, sözünün morfoloji. Bir leksik deyil, iki leksikdir. Keçmiş zamanda deyil, zaman yoxdur burada. Feildən düzəlmişdir. Bəli, qaralmaqdan qaraltmaq. Təsriflənən feildir. Təsriflənən bəli. İcbar növbədə siz qaraldın. Qaraldın. Xeyr, işi özün görürsən axı. Necə icbar olsun? Cavabımız oldu
A variantı. Deməli belə keçirik biz açıq suallara. Allah bizə səbir versin, sizə də səbir versin. Açıq sualları izləyəsiniz. Açıq suallar necə deyərlər, bir yerdə adamı yorur. Çalışaq ki, biz yorulmayaq. Mən müəlliməm, siz abituriyentsiz. Mən bunu həm YouTube-a izah eləyirəm, həm məşğələ izah eləyirəm, həm məktəbə izah eləyirəm. 3 dəfə. Sevgim mübarizə, sevgilim həyat. Yəhərlənmiş mana qanadlı bir at. Nümunədəki feillə bağlı düzgün. Deməli, yəhərlənmiş sözüdür. Yəhər, yəhərlə, yəhərlənmiş. Deməli, üçüncü şəxs olduğu ixtisar olunmuşdur. Bir leksik şəkilçi deyil, iki dənədir. Keçmiş zamandadır, düzəltmə feildir. Qayıdış növdədir, xeyir, xəbər şəklindədir. Deməli, 1, 3, 4, 6. Növbəti sualımız. Nümunədəki feillə bir qədər çaydan uzaq od qalamış dağda çoban. Qalamışdır, qalamaqdan qalamış. Üçüncü şəxs o ixtisar olunub, düzdür. Keçmiş zamandadır, qalamışdır, bəli. Feili sifət deyil, qayıdış növdə deyil. Cavabımız olacaq 1, 2, 3. Tərkibində zaman şəkilçisi olan feillərin hamısına aiddir. Xəbər şəklindədir və təsdiqlənən feillər 1, 4. Quruluş da düzəltmə ola bilməzlər. Sadə getdi sözü sadə ola bilər. Həmişə idi işlənməyə bilər. Məsələn, keçmiş zaman D formasından idi işlənmir. Səhvləri aşkar edib bir-bir düzəldin. Düzdən düzəlmək, düzəltmək və siz düzəldin. Siz düzəldin. İkinci şəxsin təkində deyil, ikinci şəxsin cəmindədir. Feildən düzəlmişdir, düzəlməkdən düzəltmək, düzdür, keçmiş zamandadır, xeyir, əmr şəklindədir, düzdür. Bir leksik, iki qrammatik şəkilçisi var, əksinədir. Cavabımız olacaq 2, 4. Yanğın təhlükəsi olduğundan dünən bütün uşaqları qonşu binaya köçürdük. Köçməkdən köçürmək, köçürdük və ki. Cümləsindəki işləmi təsriflən düzəltmə feildir, idi ilə işlənməyib, keçmiş zamanda dır, məlum növdədir, əmr şəklindədir, xeyir xəbər şəklindədir. Cavabımız səhvi istəyirsə, cavabımız olacaq 2 və 5. Klasteri tamamlaya bilən fikirləri. Danışaq sözündə iki cür düşünmək olar. Əmr ola bilər və arzu ola bilər. Tərkibində iki cür təhlil oluna bilir. Bəli, tərkibini də icra vacibliyi deyil, kaş ədədi ilə işləndikdə iki qrammatik olur. Bəli, yerinə görə iki şəxsə aid nümunə kimi ola bilməz. İkisində də bir şəxsə, birinci şəxsin cəminə aid işlətmək olur. Köhnə tanışlar kimi qucaqlaşdılar, mehriban görüşüb vidalaşdılar. Qucmaqdan deyəsən qucaqdır, qucaqlamaqdır, qucaqlaşmaqdır, dılar. Vidalaşdılar. Vidalaşdılar məlumdur, qucaqlaşmaq birgəlikdir və qarşılıqdır. Biri sadə, biri düzəltmədir. Xeyr, ikisi də düzəltmədir. Hər ikisi qarşılıq birgəlik növdədir. Xeyr, hər ikisi xəbər şəklindədir. Düzdür. Biri feildən, digəri isimdən düzəlib. Bəli. Hər ikisi cümlənin feili xəbəridir. Bəli. Bizdən yanlış fikirləri istədiyinə görə cavabımız olacaq 1, 2. Növbəti sualımız bizim 124 sualımız var. 94-də 30 sualımız qalıb. Qara, qaral, qaralt, qaraldıl asıdır. Ağ, ağar, ağart, ağardıl asıdır. Tərkibində feili sifət şəkilçisi ilə omonim olan şəkilçi var. Feildən düzəlib qaral, qaralt düzdür, ağar, ağart düzdür. Feil şərt şəklində deyil, lazım şəklindədir. Subyekt işi öz üzərində icra eləyir. Qaraldılasıdırdan kimisə tərəfindən bu məqsum növdədir. Kökü feil deyil, kökü bəli sifətdir. Kökü sifətdir, kökü feil deyil. Bəli, kökü feil deyil. Deməli cavabımız oldu 1, 2, 5. Qara sifət idi, ağ da sifət idi. Amma feildən yarandılar. Çünki iki dənə leksik şəkilci gəlib. Qaçırdısa vurğusu ikinci hecadadır. Qaç sözü qaçır. Daha doğrusu qaçırsa zamandır. Sasə hissəcikdir. Quruluş düzəltmədir, xeyir. Zaman şəkilçisi qəbul edib, şərt deyil, isə hissəcikdir. Məlum növdə təsdiqdədir, isə köməkçi ilə işlənib. Bizdə 95-də doğru variantları istəyir bizdən. Cavabımız olacaq 2, 4, 5. Köçürsə, vurğu sədədirsə, köçürsə, köç sözü, köçürmək leksik mənadadır. Sə şərt şəklidir. Quruluş da düzəltmədir, feili şərt şəklindədir. Üçüncü, o köçürsə, bəli, zaman şəkilçisi qəbul etməyib, çünki vurğu o birindədir. İsə ilə də işlənməyib. Cavabımız 1, 2, 3. Açıq sualdır, onsuz. Növbəti 97-ci sual. Eyler-Venn diaqramına əsasən verilmiş təsriflənən feillərlə bağlı doğru fikirləri. Gəzməlidir, gəz sözü malı vacibdir şəxs, gəzəsidir, gəz sözü lazımdır şəxs. Başlanğıc formadadır, xeyr, heç biri başlanğıcda deyil. İnkar forması iki vasitəsilə düzəlir. Bəli, quruluş düzəltmə deyil, tərkibində iki qrammatik elçi var. Bəli, inkarı yalnız deyil sözü ilə düzəlir. Bəli. Cavabımız 2, 4,
5. Cəmil baxışımdan məni sizə oxşadır. Bu oxşamaqdan oxşatmaqdır. Oxşatmaq ırda leksik, qrammatik zaman şəkilçisidir. Əsasında klasteri tamamlayan fikirləri müəyyən edin. Cümlədəki feil. Tərkibi iki qrammatik deyil, bir leksikdir. Təsriflənəndir, oxşatmaq, xeyr, icbar deyil. Altından xətt çəkilmiş hissə iki şəkilçidən ibarətdir. Bəli, tərkibində icra edən qrammatik cəhətdən məlumdur. O oxşadır, bu da bəli. Bizdən bəliləri istədiyinə görə cavabımız olacaq 2, 4, 5. Keçirik 99-cu suala. Məni biraz gözlə ki, gedənləri ləngidim. Cümləsində budaq cümlə. Budaq cümlə kişidən sonra gəlirsə, bu budaqdırsa, ləngitməkdir. Ləng sözünə ləngimək, ləngitmək im şəxs şəkilçisidir. İki leksik şəkilçisi var, bəli. Feildən gəlmişdir, bəli. Məlum növdədir, mən ləngidim, bəli. Xəbər şəklindədir. Xeyr, burada mən ləngidim, sən ləngit. Bu əmr şəklidir. İdindən işlənməyib. Düzgün cavablarımız 1, 2, 3. Keçirik növbəti 100-cü suala. Bura kimi gəlmişsə abunə olub bəyənməyi unutmayın. Vurğunu nəzərə almaqla verilmiş feillə bağlı klasteri tamamlayın. Deyir ki, ötürdü. Ötürdü sözündə dü axıra düşürsə ötmək sözün köküdür. Ürleksikdir, dü zamandır. Deməli, başlanğıc forması ötürdü, düzdür. İndiki zamanda deyil. Bir leksik, bir qrammatik var, düzdür. Keçmiş zamandadır, düzdür. Quruluşsa sadə deyil. Köməkçi sözdə işlənməyib. Cavabımız oldu 2, 3. 100-cü sualımızın cavabı 2, 3. Köməkçi işlənməyib, 5 də var. Elə bildim işlənib deyir. Keçirik 101-ci suala. Vurğunu nəzərə almaqla verilmiş feillə bağlı. Qopardı. Qop sözünə arleksik d zaman şəkilçisidir. Gələcək zamanda deyil, idi köməkçi sözü ilə işlənib, işlənməyib, düzəltmə feildir, düzdür. Keçmiş zamandadır, düzdür. Bir leksik var, bəli. 3, 4, 5. Nümunədəki feillərin hər birində işlənmişdir. Pəncərələr yenicə örtülmüş, örtmək, örtülməkmiş, qış tədarükü görülmüşdür. Görmək, görülmək, görülmüşdür. Deməli, ikisində də işlənib. Nə işlənib? Örtülmüş və dü. Zaman şəkilçisi ikisində də işlənib. Feil düzəldən şəkilçisi ikisində də işlənib. İkisində də işlənib. İnkarlıq şəkilçisi işlənməyib. Digərində belə deyək də, ixtisara salınma var. Digərində ixtisara salınma var. Onu götürməyəcəyik. Deməli, burada yalnız 1, 3 olacaq. Növbəti 103-cü sual, 103. Nümunədəki feillərdə işlənməmişdir. Külək, qarı səpələr, bəxtiyar, av geyinib təpələr, bəxtiyar. Külək qarı səpməkdən səpələmək, burada r zamandır, geyinib təpələr. Geyməkdən geyinmək, geyinib. Deməli, ibdə burada keçmiş zaman şəkilçisidir. Deməli, xəbərlik şəkilçisi, zaman şəkilçisi var. Növ şəkilçisi, geyinmək, səpələməkdən növ şəkilçisi yoxdur. İnkarlıq işlənməmişdir deyir. Birində işlənib baxın növ şəkilçisi. İnkarlıq şəkilçisi işlənməyib. Xəbərlik şəkilçisi. Bunda işlənməyib. İşlənməmişdən sonra işlənməyib. Növ şəkilçisi işlənməyib. İnkar şəkilçisi. Növ şəkilçisi işlənib. İndə inkar şəkilçisi işlənməyib. Feili bağlama şəkilçisi. Feili bağlama nədir burada? Feili bağlama nə edir? İşlənməyib. 1, 3, 4. Zaman şəkilçisi r və geyinib, işlənib. Leksik şəkilçisi ikisində də işlənib. Cavabımız 1, 3, 4. 104-cü sual. Nümunədə işlənmiş feillərlə bağlı düzgün fikirləri müəyyən edin. Büsbütün yorulub gücdən düşərkən. İşlənmiş mi? Büsbütün yorulub. Yormaqdan yorulmaq, yorulub. Düşərkən, düşməkdən arkan feili bağlamadır. Bir ulduz parladı. Parlamaqdan parladı. Zamandır, uzaq üfüqdən. Bu görünən səndin, artıq gəldin, axır səni buldum, bulmaqdan buldu və mum. Məlum növdə buldun, gəldin, onsuz da var. Qayıdış növdə parlamaq ola bilməz, büsbütün yorulub, özüm yormaqdan yorulmaq. Yormaqdan yorulmaq, bəli, qayıdışdır. Məhsul növdə olan feil mən görmürəm. Sadə feil, bəli, gəldin, bəli, var. Təsriflənməyən feillərin hamısına aid cümlə işlənməyib, xeyr. Bir dənə feili bağlamadı. 1, 2, 4. Növbəti sualımız 105-ci sual. 105-ci sual. Euler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin.
Sağ şərt şəkilçisi feilin kökünə və başlanğıc formasına artırılır. Şərt şəkilçisindən sonra işlənə bilməz şərt şəkilçisi müstəqil cümlənin xəbəri kimi işlənə bilməyən sözün tərkibində ola bilir. Feilin kökünə artırıla bilmir. Bu da doğrudur. Məsdər, feili sifət, feili bağlama. Feili bağlamada gələndə isə feili bağlamada olmaz bu. Feili bağlamada ola bilməz. Hə, bu düz idi. 1, 3, 4. Nümunədə işlənmiş feillərlə bağlı düzgün fikirləri müəyyən edin. Bu günümdən uzaqlaşan ulu babam. Bu günümdən uzaqlaşan. Bu feili sifətdir. Ayağa dur əmr şəklidir. Dəfn etdiyim feili sifətdir. Baş daşına bir təəssüf xatirəsi yazıb yondur. Feili bağlamadır və burada yondurmaq da məlum növdə olan feildir. Həm təsriflənən, həm təsriflənməyən işlənib. Bəli. Bəli, uzaqlaşan indiki zaman mənalı, mənunla düzəltmə feili düzdür. Əmr şəklində olan 3 feil xeyr, səhvdir. Yazıb keçmiş zamanda işlənmiş sadə feildir. Feili bağlamadır. Dəfn etdiyim mürəkkəb keçmiş zaman mənalı feili sifətdir. Cavabımız oldu 1, 2, 5. 107-ci sual. Düzəltmə feildir, sifətdən düzəlib. Qurudan qurula. A variantı. Yarış sadədir. Yarışmaq var burada. B variantı. Döyüşmək C variantı. Satış D variantı. Təmizdir, aid heç nə yoxdur. 1A, 2B, C, 3D. Növbəti 108-ci sual. 108-ə baxırıq. Eyler-Venn diaqramına əsasən cümlələrdəki fərqləndirilmiş Eyler-Venn diaqramına əsasən cümlələrdəki fərqləndirilmiş feillərlə bağlı uyğunluğu müəyyən edin. Anam yemək bişirdi. Bişməkdən bişirmək di zaman, yemək sobanın üzərində bişirdi. Bişmək ir zaman di hissəcikdir. Deməli, uyğun olanları seçirik 1-ə. İdi köməkçi ilə işlənib A. Xəbər şəklindədir, hər ikisi zamandır çünki. Quruluşca düzəltmədir. C. Məlum növdədir. Bişirdi, o bişirdi, bu bişirdi. Onsuz da hər ikisi məlum növdədir. D variantı. Yəni, indiki zamandadır, anam yemək bişirdi. Bişirdi, bu da indiki zamandadır. E variantı. Növbəti 109-cu sual. Eyler-Venn diaqramından istifadə edərək verilmiş feilləri müqayisə edərək uyğunlaşdırın. Salam, salamla, salamlaş, salamlaşdı və Q. Vida, vidalaşdı və Q. Deməli, feildən düzəlmişdir. Salamlamaqdan salamlaşmaq A. Məlum növdədir hər ikisi. Yox, məlum vidalaşmaq. Sözün kökü isimdir. Hər ikisi C. Xəbər şəklindədir. Salamlaşdıq, vidalaşdıq hər ikisi. Birilli eksik 2 qrammatik şəkilçisindən ibarətdir. Bu da olacaq E variantı. 110. Nümunələrdəki feillərlə bağlı verilmiş fikirləri Eyler-Venn diaqramına uyğunlaşdırın. Dağlar, düzənlər, yaşıl, yaşıllaşmaqdır. Bu məlum növdədir. Məktəbin bağçası təmizləndi. Təmiz, təmizləmək, təmizlənməkdir. 2 leksik şəkilçi qəbul etmişdir. İkinci A. Hərəkəti icra edən qrammatik cəhətdən məlum deyil. Qrammatik cəhətdən bəli, məlum deyil. B variantı 2-yə gedir. Kimisə tərəfindən təmizlənib. Xəbər şəklindədir. İkisi də keçmiş zamandadır. C. Sifətdən düzəlmişdir. D. Məlum növdədir. 1-ə gedir. Bu E variantı. Növbəti 111-ci sual. Cümlələrdəki feillərə əsasən verilmiş fikirləri Eyler-Venn diaqramına uyğunlaşdırın. Körpələr əzizlənir. Əziz, əzizlə, əzizlənir. Vətənimiz gündən-günə gözəlləşmək, gözəlləşir. Baxırıq. Məlum növdədir, əzizlənir. Körpələr kimisə tərəfindən əzizlənir. Məlum növdə olacaq 2. Xəbər şəklindədir hər ikisi. Sifətdən düzəlmişdir. Əzizləməkdən xeyr, gözəlləşmir aiddir bu. 2-yə C-yə aiddir. Hərəkəti icra edən qrammatik cəhətdən məlum deyil, kimisə tərəfindən əzizlənir. 2 leksik şəkilçi qəbul etmişdir. Əzizlə, əziz, əzizlə, əzizlən. Bu da E variantı. Növbəti 112-ci sual. Bizim artıq 12 sualımız qaldı. Eyler-Venn diaqramına əsasən nümunələrdəki təsriflənən feillərlə bağlı uyğunluğu müəyyən edin. Eyler-Venn diaqramına təsriflənən feillərlə bağlı uyğunluq. Bayram tonqalları yanmaqdan yandırmaq, yandırılmaqdır. Ziyan görənlərə yardım edildi. Bu mürəkkəbdir, etməkdən edilməkdir bu. Yuxarıda olması biraz işləri korlayır. Yuxarı aşağı. Mən bunu necə bilmirəm. Hərəkətin obyekti mübtəda vəzifəsindədir. Yandırıldı. Hərəkətin obyekti. Bayram tonqalları nə? A bura gedəcək. Yandırıldı belə yazaq ən yaxşı. Yandırıldı və
Yazılması sözlər. Yandırıldı və o biri nə idi? Yardım edildi. Burada yazım yuxarıda baxaq. Yandırıldı, yandırıldı, yardım edildi. Yardım edildi. Hərəkətin obyekti mühtəv. Bu yandırıldı məhsul növdə olduğuna görə A bura gedəcək. Subyekt hərəkəti icra etməyə başqasını məcbur edir. Yoxdur. Hərəkəti icra edən qrammatik cəhətdən məlum deyil. Hərəkəti icra edən bu ikisinə də getməlidir. Şəxssiz növdədir, yardım edildi. Bu buna getməlidir. Quruluş isə düzəltmədir. Hər ikisi yox. Yandırıldıya aiddir. E variantı. Deməli, 1AE necə görünürsə artıq buradan 1AE 2D 3C. Növbəti 113-cü sual. Nümunələrdəki fərqləndirilmiş sözlərlə bağlı uyğunluğu müəyyən edin. Gödəkçəmi qayığın tıxadım. Tıxamaqdan tıxadı və m. Əgər bu əşyalar sənə gələcəkdə lazım olmayacaqsa, tullamaqdan tullatmaq ım. Mən atmaqdan atıl leksikmiş zaman. Bəndəyəm, gil təndirdə kündəyəm. Tərkibindəki qrammatik şəkilçi zaman şəkilçisi amonimdir. Nə gözəl. Tullatmaqdan tulladım qrammatik şəkilçi. Özü zaman şəkilçisidir də. Burada nəsə özü zaman şəkilçisidir də. Atılmış. Mən atılmış bəndəyəm. Atılmış bəndə bu fe'li sifətdir. A bura gedəcək. A. Xəbər şəklindədir. Tullatıb tıxadımdır. Bura B gedəcək. İcbar növdə tullatmaqdır. C gedəcək. Məhsul növdədir. Tulladan atılmış, kimisə tərəfinə atılmış. Bura D gedəcək. Tərkibində 2 leksik şəkilçi var. Mən heç birinə 2 leksik şəkilçi yazmamışam. Ona görə burada cavabımız yoxdur. 114-cü sual, 10 sualımız qaldı uşaqlar. İnşallah ki bitiririk. Nömrələnmiş fe'lər əsasında Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Köhnə tanışlar tək qucaqlaşdılar. Bayaqki şeydə. Qucmaqdan qucaqlaşdılar. Vidalaş, vidalaşdılar. Deməli, qarşılıq növdədir 1A. Təsriflənəndir hər ikisi B. Feildən düzələn feildir. Bura gedir C. Feilin xəbər şəklindədir. Vidalaşdılar, qucaqlaşdılar D. Məlum növdədir E. Nə gözəl, hamısı bir yerə getdik bunlar. Deməli, 1AC, 2E, o biri də B-də. Növbəti sualımız bizim 115-ci sual. Dağılmaq sözündə dağılmaq sadədir, yarmaqdan yarılmaq. Məlum növdədir A, sadə feildir B, feildən düzəlmiş feildir C, təsdiqdədir D, zaman bildirmir heç biri. Növbəti 116-cı sual. Eyler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Alov, alovlanmaq, yol, yolla, yollan, yollanmaq. Feildən düzələn feildir A. Tərkibində 2 leksik, 1 qrammatik. B. İsimdən yaranmışdır C. Məlum növdədir. Yollanmaq, alovlanmaq. Yollamaqdan yollanmaq. Yox. Baxacaq, təsriflənməyən formadadır hər ikisi. Buradakı məlum növdədir D olacaq. Deməli, 116-da 1-ə CD, 2-ə AB, 3-ə E. Keçirik 117-ci suala. Eyler-Venn diaqramından istifadə edərək cümlələrdə fərqləndirilmiş feilləri qoy köynəyimi ütülədim. Ütülədim. Köynəyimi, səhər paltarları yudum, köynəyimi ütülədi və mi. Xəbər şəklindədir. Xəbər şəklində zaman olduğuna görə 2 olacaq. A. Sözün kökü isimdir. Bəli, B. Düzəltmə sözdür, feildən düzəlmişdir. Feildən düzəlibsə C. 2 leksik, 1 qrammatikdirsə D. Keçmiş zamandadır. Burada gedəcək E. 118-ci sual. 118. Eyler-Venn diaqramından istifadə edərək verilmiş feilləri morfoloji cəhətdən müqayisə. Keçirdim, kəsirdim. Kəsirdim. Kəs, kəsirdim. Keçirdim. Keç bu 2 cür ola bilər. Keçirmək, keçirtmək im ola bilər. Keçirdi və m ola bilər. Həmindiki bunu 2 cür düşünmək olur. A. Birinci şəxsin təkindədir. Burada hər ikisi birinci şəxsin təkinə oxşuyur axı.
Hər ikisi, çünki şəxslə bitir. Yalnız sadə feil kimi düşünülə bilir. C məlum növdədir. Mən keçirdim. Bunu dəqiq deyə bilirikmi 118-də məlum növdədir. Burada keçirtmək də olsa məlumdur, çünki digər növ şəkilçisi yoxdur. Yalnız indiki zamanda idi hissəci ilə işlənmişdir. Bu da aid olacaq bizim ikinciyə. O variantı. 119-cu sual. 119-da bildirilməlidirsə, bilmək, bildirmək, bildirilmək, məli zaman, dir şəxs isə hissəcik. Düzgün arzu. Bilməkdən bildirmək, feildən feil düzəldən şəkilçi. Məhsuldur. Deməli, 1, 3, 2, 5, 4. 1, 3, 5, 1, 2, 1, 3, 2, 5, 4. Keçirik növbəti suala. Bax, baxdır, baxdırılmalıdırsa, eyni şeydir də uşaqlar. Baxmaqdan deməli 1, 3, 2, 5, 4 eyni şeydir. İş, işlə, işlən, irdir. Birinci işləməkdən, isimdən feil düzəldən şəkilçi. 4, sonra işlənmək, 1, inkarlıq, 2, zaman, 3, zamandan sonra da hissəcik 5. 4, 1, 2, 3, 5. 122. Baş, başla, başlan, irdir. Eyni şeydir yuxarıdakı uşaqlar. Yenə başlamaq, növ yox. Biri 4'dür, sonra növdür, sonra inkardır, sonra zamandır, sonra da hissəcikdir. Keç, keçir, keçirilməlidirsə. Deməli, keçmək, keçirmək, keçməkdən, feildən feil düzəldən şəkilçi 2, sonra məhsul növün şəkilçisi, sonra vacib növün şəkilçisi, sonra 5, sonra 2. Növbətin sonuncu sualımız uçmaq, uçurmaq, uçur, inkar, zaman, du hissəci, şəxs. Deməli, feildən feil düzəldən şəkilçi 5, 5-dən sonra inkar, inkardan sonra zaman, zamandan sonra hissəci, hissəcikdən sonra şəxs şəkilçisi uşaqlar növbəti izahda görüşərik hələlik.